Salam aleyküm. Salam aleyküm, salam aleyküm. Qardaş, mənə qəbri daşlılardan yerlər lazımdır. Hə, eşidirsən? Bax, burayla gedirsən orada avtobusda 40-50 metrdən sonra yazılıb ona qəbir daşları. Get ora. Hə, sən burada nə edirsən? Görmürsən qəbir daşı düzəldirəm, nə verəcəm burada? Və mənə oraya niyə göndərsən? Eşidirsən? Burada da var qəbir daşları, orada da var. Oradakı məsləhətlik də, bax eşidirsən. Oradakı yaxşıdır. Qardaş, bura gəl, bunu yaxşı dedim. Hə. Mən tanınmış bir insanım. İstəyirəm özümə bir möhtəşəm başdaş düzəldim. Hə, sağlıqla, sağlıqla. Yaxşıdır, eşidirsən? Başdaş düzəltmək istəyir. Elə bilsən, ölmüsən, oğlanların gəlib başdaş düzəltməyib özün gəlmişsən. Yox, hələ ölməmişəm. Sadəcə gəlmişəm ki, məsələni indidən həll eləyim. Hə, sağlıqla, başa düşürəm. Eşidirsən məni? Bax, bizdə boy cür şəkillər var da. Məsələn, o Instagramda görmüşsən, 3-4 dənə düzəldirlər. Danışsan, nə şəkil, nə? Düzəldirik, qəbir daşının üstünə 3-4 dənə. Elə. Onun 3D variantı da var, 3D variantı. Sonra monitor qoyuruq qəbir daşını. Zarafat eləyirsən. Mənim səndən zarafatım var, beynimi nə xara verirsən. Onun qəşəng variantları var da, monitordan düzəldirik. Yaxşı, sağlıqla sənə düzəldərik. Narahat olma. Yox, sən narahat olma. Mən artıq öz dizaynımı vermişəm. Vermişsən dizaynını. Mən dediyim kimi tanınmış insanam. İstəyirəm adıma layiq, özüm boyda, 2 metrə, 3 metrəlik, bax belə bir qara mərmərdən baş daşı olsun. Sağlıqla. Üstündə qızıl mikrofon olacaq. Altında da qızıl hərflərlə, böyük hərflər olsun ha, uzaqdan görünsün. Qızıl hərflərlə yazılacaq. Azərbaycan səssiz oldu. Ne dedi? O səs hardan çıxdı? Necə bəyən? Səndən çıxdı o səs? Ne olub ki? Nəsə qoyub eləməmsən, o nə səsdir? Yox, heç nə qoymamışam, Allahın verdiyi səsdir. Eşidirsən məni? Mənim bir yaxşı variantım var, yaxşı təklifim var. Deyirəm ki, bizdə bax o şəkli qoyaq qəbir daşının üstünə, altına qəşəng maraqlı sözlər yazaq da. Məsələn, maraqlı sözlərdən şəklin altına yazaq ki, öl öldüyün yerdə, belə bir şey yazaq da. Xeyr olar. Elə yaxşıdır. Sonra məsələn, bizdə başqa variantlar da var ki, yazaq altına ki, məsələn, at ölür, eşəklərin bayrağı. Nə atı, nə eşək, sən nə danışsan? Onda başqa variantım var, eşək. Sən şəkli qoyaq, altına da qoz şəkli qoyaq, qoz şəkli. Qoz niyə? Qoz niyə? Qoz elə bir ki, ölmüsən də, daha gecədə ölmüsən də, başa düşdün. Sən sən mən deyən dizayn elə.